eləsin, öz işləri Allahın öhdəsinə qoysun, Allah insanların yaşayışını təmin eləyər, yaşayışını düzəldər. Rivayətdə var, Allah Teala qiyamət günündə neçə dəstənin üstünə kölgə salar. Qiyamət günündə, məhşər günü elə gündür ki, insanlar orada kölgələnməyə, belə deyək, daldalığa bir yer yoxdur ki, oturub orada, misal üçün, istirahət eləsinlər. Amma neçə qrup var ki, Allah öz lütfin və öz inayətin onlara qiyamət günündə verər və öz mərhəmətin onların üstünə yağdırar. Kölgə ona deyirlər ki, misal üçün, yaydır, insan istəyir bir yerdə istirahət eləyir, gedir bir dənə yaşlı ağacın altında oturur, ta kölgələnə, başına isti dəyməyər. Allah qiyamətdə bir neçə qrup insanlar vardır ki, öz rəhmətin və öz lütfin onların başının üstündən əskik eləməz. Elə bir dənə böyük çətirdir. Necə çətir qoymur insanın üstünə yağış gələ, qar gələ. Allah da öz çətirini açar, o bir neçə qrup insanları öz çətirinə daxil eləyər. Kimlərdir onlar? Birincisi, imamun adilun. Bir rəhbəri ki, ədalətlə cəmaata rəhbərlik eləyir. Zülmlə rəhbərlik eləmir. Cəmiyyətdə bir adam ola, cəmaatın bir böyüyü ola, o böyük insanları ədalətlə hamı ilə rəftar eləyir. Cəmaata zülm eləməyər, məzlumların həqqini almayır. Hamıya eyni dərəcədə baxar. Belə bir rəhbər qiyamət günündə Allah lütfün onun üzərinə şamil edər. İkinci hansı insanlardır? Şabun nəşəə fi ta'atillah. Bir cavan oğlan ya qız fərqi yoxdur. Bir cavan adam ola ki, Allahın itaəti ilə böyüyər. Bir cavandır, ibadət və itaətlə. Axı, cavanda inkişaf etmə qüvvəsi çoxdur qocaya nisbət. Qocada bəzi qüvvələr vardır ki, qocalıq həddinə çatan kimi onlar sönür. Amma cavanda inkişaf etmək, tərəqqi etmək, qabağa getmək çoxdur. Cavanda hətta yaş həddi qoyurlar, boyun atma yaşı var. Boy neçə yaşa qədər arta bilər. Amma da birinin ki, 50-60 yaşı var, əgər o 1 metr 50 santıqsa, 1 metr 50 santıqda qalır, qabağa getmir, pirus o arxaya gedir. Yəni, o get-gedədə boyu artmır, onun get-gedə beli əyilir. Amma cavan get-gedə nə olur? Böyüyür. Rivayətdə var ki, deyir, bir cavan ki, Allaha ibadət və itaət eləməklə inkişaf eləyər. Rivayətdə var, İnnəllâhə yəfrəhu bitəvbətiş-şab. Allah sevinir bir cavan adam tövbə eləyəndə. Bir dənə cavan qız ola, ya oğlan ola, bu ki, günahlarından tövbə eləyir, Allah Teala tərəfinə qayıdır. Allah bunu görəndə fərəhlənir, sevinir. Başqa rivayətdə var, İnnəllâhə yubahi bişabbil abid. Allah ibadət, cavan o adam ki, ibadət eləyir, o cavanın ibadəti ilə fəxr eləyir. Mələkələrə deyir, baxın bu cavana, görün, cavanlığında eləyə bilər ki, də günah eləyə. Amma mənim qabağımda mənə görə səcdə eləyir, mən üçün rükû eləyir. Allahın xitabı hədis-i qudsilərdə çox cavanların üstündədir. Rivayətdə var, ey cavan, Allahın xitabıdır bu. Tövbə elədin, tövbə sındırdın, dedin günah eləmərəm, getdin yenə günah elədin. Naümid olma, gəl mənim qapıma, yenə səni bağışlayaram. İkinci dəfədən yenə tövbə elədin, yenə günah elədin, yenə naümid olma. Mən Allah sənin günahları bağışlayaram. Çünki zavanda qayıtma, Allaha qayıtma güclüdür ki, yaşlayan istər. Ona görə Allah
cavan tövbə eləyən şəxsləri və cavan şəkil halında olunan ibadətləri ən üstün ibadətlər sayır. Niyə? Çünki insan cavanlıqda hallı olur. Hal bu mənəyə ki, qoca kişi 50-60 yaşında durub dəstəmaz alanda gah belin tutur, gah başını tutur, rükua gedə bilmir, səcdiyə gedə bilmir. Amma cavan üçün ömründən 20 yaşlı, 25 yaşlı, yaxşıdır onun bədəni, enerji çoxdur. Allah təbarək və Teala bilir, fiziki cəhətdən də belədir, bu sabit olunubdur. Allah təbarək və Teala bilir ki, bunda o yaxşı işlərə tərəf getmək, Allaha ibadət və itaat eləmək çoxdur bunda. Rivayətdə var, cavanın qəlbi bənzəyir o daşsız və tikansız yerə. Bir dənə yerdir, mən istəyirəm orada kartoşka əkən. Əgər o yerdə daş olmasa, tikan olmasa, o münbit torpaq olsa, gözəl torpaq olsa, onun bəhrəsi yaxşı olar. Cavanın da qəlbi o cürdür. Cavanın qəlbinə əgər cavanlıqda tövbə eləsə, onun tövbəsi asandır buna ki, bir adam gələ 50 yaşda tövbə eləyər. 50 yaşlı olan insanın tövbəsi ilə cavanın tövbəsində fərq var. Çünki cavanın onda qəlbi hələ açıqdır, ağdır. Ona görə Allah təbarək və Teala buyurur ki, o cavanlar ki, ibadət eləyərlər və itaat eləyərlər və tövbəkar olarlar, Allah qiyamətdə həmən insanlara, həmən cavanların üstünə öz lütfin və öz rəhmətin yağdırır. Üçüncüsü, rəculun qalbuhu mutaalliqun bil məscid. Bir kişi ki, onun qəlbi məscidə bağlıdır. Günorta namazını qıldı, Hüseyniyyədən, məsciddən getdi evinə, fikrində, zikrində budur ki, Allah nə vaxt axşam namazda olar, yenə qaydaram ora. Ona deyirlər, həqiqi məscid əhli, Hüseyniyyə əhli. Sübh namazını qıldı, intizar çəkir, nə vaxt günorta namazının vaxtı gələr, yenə məscidə gedəm mən, yenə Hüseyniyyə gedəm. Biz bu hissi özümüzdə oyatmalıyıq. Biz əgər bu hissi oyatsuq, bura biz şovq ilə gəldik. Sevinə-sevinə bura gəldik. Əgər qəlbimizi bu Hüseyniyyə bağlasaq, qəlbimizi Hüseyn məclisinə bağlasaq, bizdə tənbəllik olmaz, süslük olmaz. Biz bura aşiqanə gələrik, eşq ilə gəlirik bura. Daha yuxu basa-basa gəlmərik. Belə olmaz bizdə, tənbəllik olmaz. Ona görə o adam ki, məscidə onun qəlbi bağlıdır, ürəyi onun məscidə bağlıdır, Allah qiyamətdə onun öz xüsusi lütfün onların üzünə şamil eləyər. İnşallah biz bu dəstələrdən olaq ki, Allah qiyamətdə həmən o xüsusi lütfün bizim üstümüzə şamil eləsin. Amin. Söhbəti qaçırtmayaq. Əvvəli söhbətin hidayət barəsində idi. Peyğəmbər buzurgavara həyatı boyu o qədər əziyyətlər verdilər, o qədər zəhmətlər verdilər, o qədər əziyyətlər çəkdi. Xanımlarından biri deyir, müharibədən evə gəlirdi Peyğəmbər, sifətində qan, dişini əzirdilər, üstünə kül dökürdülər, götürürdü əlini Allahın dərgahına. Allahümmə, Allahümmə əhdi, hazəl qavm, fəinnəhum, la ya'ləmun. Allah bu cəmaati hidayət elə, bunlar bilmirlər. Demirdi Allah bunlara bəla nazil elə. Demirdi Allah bunları məhv elə, aradan apar. Deyirdi bunları saxla, amma bunları düzgün yola hidayət elə. Həzrəti Əli əleyhissalama buyurur, ya Əli, əgər bir nəfəri düzgün yola hidayət eləyə bilsin, onun qiyməti dünyadan üstündür sənin üçün. Hidayətin mənası bu deyil ki, o təkcə hidayət eləmək bir dənə ruhanın əlindədir. Bizim tək-tək hamımıza lazımdır ki, müsəlman qardaşın əlindən tutaq, o iki yolun azıbdır, onu düzgün yola çəkək. Bu hamıya lazımdır və hamıya vacibdir. Hidayətin mənası bu deyil, təkcə bir nəfər çıxa burada söhbət eləyə, cəmaat hidayət eləyə. Xeyr, insanları, müsəlmanları düzgün yola çəkmək hər bir kəsin borcudur. Hər bir kəs həyatında çalışmalıdır ki, dostunun, tanışının, qonşusunun, işçisinin, həmkarının, şərikinin əlindən tuta, əgər yolun azıbsa, düzgün yola gətirə onu. Bu hamıya lazımdır. Amma bu hidayət olunan şəxslərin bir-iki sifəti var ki, mən iki sifətinə burada işarə edirəm.
Birincisi budur ki, hidayət olunan insanlar iman sahibləridir. İnnəllâhe lehâdillezîne âmenû. Allah hidayət edir o adamları ki, onlar iman sahibidirlər. İslam ilə imanda fərq var. Baxın, bir dənə kafirdir. Elə ki, şəhadəteyni dedi, əşhədü ən la ilahə illəllah, əşhədü ənə Muhammedən Rasulullah. Allahümme salli ala Muhammed və ali Muhammed. Bu oldu müsəlman. Amma iman müsəlmançılıqdan bir dərəcədə üstündür. İman odur ki, dilində dediyin şəhadətə sən qəlbində əməl edəsən. Peyğəmbər sürü namazından sonra üzün tutdu cəmaata, dedi, cəmaat, dünyada əgər sizdə 3 dənə xüsusiyyət olsa, sizin dünyanız kamildir. Dedilər, ya Rasulallah, nədir o 3 xüsusiyyət? Dedi, bədəniz sağlam ola, malınız, varınız, dövlətiniz ola, bir də əmanlıqda olasınız. Biz zalim adam sizləri, vətəninizi, özünüzü işğal altına salmayır da, əmniyyətdə olasınız. Əgər bu 3 dənə xüsusiyyət olsa sizdə, siz dünyanız nədir sizin? Kamildir. Ardınca buyurdu, əgər bir xüsusiyyət də sizdə olsa, həm dünyanız kamil olar, həm ahirətiniz. O da sizin imanınızdır. Əgər Allaha, Peyğəmbərə, dinə, imanınız güclü olsa, həm ahirətiniz abad olar, həm ahirətiniz, həm də sizin dünyanız. İman budur ki, insan iş görə, sırf Allaha görə. İman budur ki, insan Allahdan qorxar. İman budur ki, insan Allaha görə günahdan çəkinər. İman budur ki, bəzi yerlərdə Allah, insan Allahı hər şeydən üstün tutar. Baxmayaraq ki, bir dənə günahdır, orada cəmaatın da razılığı var, Allahın da. Sən gör burada, əgər cəmaatın razı eləyib, amma Allahı narazı eləyəcəksənsə, onda məlumdur ki, sənin imanın zəifdir. Sən gərək Allahın razılığını hər yerdə ələ gətirəsən. Hər kəs Allahın razılığını və Allaha hər yerdə iman olsa, Allah ona 3 sifət verər. Biri budur ki, əl-izzətü fid-dünya. Allaha görə sırf iş görənlər, o insanlar, Allah dünyada onlara izzət verər. Hamının gözünün qabağında o insan əziz insan olar. İmam Səccad əleyhissalam Şam şəhərində Yəzidin məclisində buyurdu ki, bizim məhəbbətimizi Allah qəlblərə atıbdır. Hamının biz nəzərində əzizlik. Niyə? Çünki bizi Allah əziz eləyibdir. Allah cəmaatın müqabilində bizi əzizləndiribdir. Cəmaat o insanın üstündə, yəni həmən o adam ki, Allaha görə iş görür, cəmaatın dilində əzbər olar o. Cəmaatın böyük problemləri həll olan, cəmaat böyük problemə düşəndə o şəxs gətirənləri vasitə sararlar. Bu Allahın izzətidir. İkinci xüsusiyyət, imanlı, hidayət olunan şəxslərin ikinci xüsusiyyəti tövbədir. Dində 2 termin var. Bir tövbə deyirlər, bir də inabə deyirlər. İnabə odur ki, insan bilir bu yolu gedir, bu səhv yoldur. Səhv yolundan gərək dərhal qayda. Misal üçün, biri istəyir buradan Rostova gedə. Düşüb Volqograd trasına gedir Volqograda. Bu adam məqsədi də buradan çıxanda budur, Rostova gedə. Bu nə qədər sürətlə getsə Volqograda, bir o qədər o məqsədindən uzaqlaşır o. Bu ki, yolun ortasında bildi, axı, mən Rostova getməliyəm, niyə səhv gedirəm? Bu gərək dərhal nə eləyəm? Qayda gedə Rostova. Hər nə qədər uzaqlaşdırsa öz yolun, bir o qədər məqsədindən dala düşür. İnsan da bu dünyada, bilirsən bu getdiyin yol sənin səhv yoldur. Bilirsən burada günah var, Allah bəyənən yol deyil. Nə qədər gec deyil, gərək burada nə edəsən? Bu yoldan qaydasan. Hurr ibn Riyahın dönənləri rozası oxundu. Hurr ibn Riyah, Aşura günü oğlun çağırdı yanına. Oğlunun adı Əli idi onun, Əli ibn Hurr. Dedi, oğul, kəramat-ı dünya zailə və nasu minə dünya rahilə.
Dünyanın da olan bəzək güzəylər hamısı aradan gedəndir. Bu dünyanın zəri zivəti hamısı aradan gedəndir. İnsanlar da bu dünyadan keçəndilər. Gəl gedək qoşulaq Hüseynə. Hür bildi bu getdiyi yol səhv yoldur. Amma tez qayıtdı yolundan. Əgər 3 saatda, 4 saatda İbn Ziyadın qoşununda qalsaydı, olurdu cəhənnəmi. Bu bildi, mən 2 saatda, 3 saatda keçəcəksəm, şəhədəkdən dara düşürəm. Nə qədər tezsə qoy gedim Hüseynə qoşuram. Hür gəldi axırda Hüseynə qoşuldu. Hür indi elə bir adamdır ki, cəmaat orada bir Riyahın qəbrinə gedirlər, oradan istəklərini alırlar. Bu izzəti Hürrə kim verdi? İmam Hüseyin əleyhissalamın qapısına getmək. Allahın hidayəti. Molla Əli İçəni deyir, Allah rəhmət eləsin. Maddi cəhətim deyir, çox pisdir mənim. İkinci gün gecə rəsmidir, Kərbalada Hürrün qəbri üstə gedirlər. Getdim deyir Hürrün qəbri üstə. Dedim, ey Hür, ağam Hüseyndən istər ki, mənim dünyada olan maddi vəziyyətim düzəlsin. Deyir, yatdım, Hür gəldi qəbrimə, yuxuma. Hür dedi ki, Molla Əli İçəni, ağam Hüseyin deyir ki, bir gün olarsan, Tehran şəhərinin böyüyü olarsan. Nasrəddin Şahın vaxtı idi İranda. Nasrəddin Şahın vaxtında deyir, mən böyük bir məqama çatdım. Elə bir məqama çatdım ki, həm böyük vəzifəm oldu, həm də o qədər maddi cəhətim mənim güclü oldu ki, bütün Tehranda olan fəqirlərə mən köməkli eləyirdim. Bunu təvəssüt Molla Əli İçəni böyük bir alim Hürrədən hacətini alır. Bu Hürrə izzəti Hüseyin verdi. Ona görə mənim əzizlərim, hidayət budur. İnsan əlbəttə çalışmalıdır bu hidayət yolunda, özü gərək çalışa. İndi mən deyirəm, mən hidayət olmaq istəyirəm, düzgün yola gəlmək istəyirəm. Amma heç oturmuşam evimdə, heç bir söhbətə qulaq asmıram, birinin nəsihətini qəbul eləmirəm, Quran oxumaq istəmirəm, məclisə gəlmirəm, amma hidayət olmaq istəyirəm. Bunu bilirsiniz nəyə bənzəyir? Bu ona bənzəyir ki, bir adam deyir, mən mahir ox atanam, mən yaxşı ox atıram. Amma yanında bunun ox yoxdur. Bu nə qədər desən, mən güclü ox atıram, nə qədər ox atmayıbsa, biz onu bilmərik ki, ox atandır. Gərək bir oxu qoyasan kamana, atasan, ondan sonra məlum olar ki, sən yaxşı ox atansan. Biz istəyirik deyək, biz hidayət olmaq istəyirik. Biz istəyirik İmam Hüseynə qoşulaq. Amma Hüseyin məclisinə gəlmirik, Hüseynin dediklərinə əməl eləmirik, Qur'ana əməl eləmirik. Tabi nə oldu ki? Bu ona hidayət olmaq deməzlər ki. Çox adamlar olub, əvvəli pis, xəbis, əhl-i beytin düşməni olub, axırda əhl-i beyt yolunda şəhid olubdur. Çox adamlar olub. Əbu Cəhl Peyğəmbərin o ən qəzəbli düşmənlərindəndir. Əbu Cəhli bilirsiniz, Ühud döyüşündə öldürüblər. Abdullah ibn Məsud deyir, oturmuşdum Əbu Cəhlin sinəsi üstündə. Axır dəqiqədə də Peyğəmbərə deyir, söyüş verirdi o. Oturmuşam, aç deyirəm, başı kəsəm deyir. Yenə Peyğəmbəri söyür. Peyğəmbər dedi ki, mənim zamanımda olan Firon, Musa'nın zamanında olan Firondan pisdir. Niyə? Musa'nın zamanında olan Firon qərq olanda bildi ki, səhv eləyir. Dedi, mən Musa'nın Allahına iman gətirirəm. Amma Əbu Cəhl ki, mənim zamanımda olan Firondur, başı bədəndən ayırır, yenə Peyğəmbəri söyür. Bunun bir oğlu vardı, adı İkrəmə idi, oğlunun adı İkrəmə. Məkkəni fəth eləyəndə Peyğəmbər dedi ki, hər kəs Məkkə fəthində gəlib bizlə döyüşsə, onun qanı hədərdir. Yəni, ona Peyğəmbər həd cari elədi. Hər kim Məkkəni fəth eləyəndə Peyğəmbərlə üz-üzə döyüşsəydi, harada onları qaçsalar da tutsalar, öldürür, onların qanı halaldır. İkrəmə, Əbu Cəhlin oğlu fəthəni Məkkə eləyəndə Peyğəmbərin zid qoşunlarında idi. Bu sözü eşidəndən sonra İkrəmə başladı qaçmağa, istədi Məkkədən çıxar. Özü də gəmi ilə gedirdi. Gəmi ilə gedəndə gəmi birdən başladı qərq olmağa, gəmi başladı batmağa. İkrəmə dedi ki, əgər mən buradan salamat qutarsam, gedib müsəlman olan Peyğəmbərə qoşurulam. Gəmi batmadı. İkrəmə gəldi evə, xanımına dedi bu sözü, dedi mən belə bir şey eləmişəm, indi mən nə eləyim?
Xanımı dedi ki, sübh vaxtı get məscidə. Peyğəmbərin namazı qurtarandan sonra get Peyğəmbərin yanında kəlmə-i şəhadətini de, müsəlman ol, ta sənin qanın halal olmaya. Çünki İslamda qayda budur ki, bir dənə kafir əgər kəlmə-i şəhadətini desə, müsəlman olsa, qabaqda onun qəza namaz, nə qədər namaz qılmayıbsa, namaz lazımdır, oruc lazımdır, onun qanı halaldır. Yəni, bəzi hökmlər var burada. İkrəmə də qabaqcadan müşrik idi, kafir idi. Dedi ki, əgər sən gedib Peyğəmbərin yanında şəhadətini desin, Allahın birliyinə, Peyğəmbərin peyğəmbərliyinə şəhadət versin, sənin qanın da haram olar. Yəni, səni öldürməzlər. İkrəmə deyir, getdim məscidə, Peyğəmbərin sübh namazı ki, qıldı, qutardı. Qılandan sonra getdim Peyğəmbərin yanına, kəlmə-i şəhadətimi dedim. Kəlmə-i şəhadəti deyəndən sonra Peyğəmbər məni bastı qucağına, üzümdən öpdü. Dedim, mərhəba lirrakibil mühacir. Afərin sənə ey İkrəmə ki, sən həqiqətdə günahdan hicrət elədin, qaçdın günahdan, müsəlman oldun. İkrəmə kimi bir adamı Peyğəmbər qəbul elədi. İkrəmənin ki, atası Peyğəmbərin ən üstün düşməni idi. Özü Peyğəmbərin düşməni idi, axırda müharibələrin yolunda, Peyğəmbərin yolunda şəhid oldu. Bizim günahımız o həddə qədər deyil ki, ələyəzu billah, biz Peyğəmbərlə düşmənçilik edik. Nəstəciru billah, Allahla düşmənçilik edik. Bəs biz niyə naumid olmalıyıq? Niyə hidayət olmamalıyıq? Hüseyin əleyhissalamın, biz əvvəlki söhbətlərdə dedik, Hüseyin səfinətün nəcat, nəcat gəmisidir. Niyə biz o gəmiyə minməməliyik, özümüzü niyə düzgün yola aparmamalıyıq? Niyə biz tövbə eləməməliyik? Hidayətin üçüncü xüsusiyyəti budur ki, insan əhl-i beytə təvəssül eləyər. Mənim əzizlərim, əlaqəmizi əhl-i beyt ilə kəsməyin. Əhl-i beyt ilə əlaqənin mənası budur ki, sən ərəb dilində deyərsən, Əssalamu aleykum ya əhl-i beytin nübuvvə. Heç ərəb dilində lazım deyil. Əhl-i beyt hər bir dili bilir. İnsan sübh vaxtı, günorta vaxtı bir dəfə üzünü dura qibliyə, deyə salam olsun sənə, ey imam-ı nəsri, ey imam-ı zaman, salam olsun sənə. Əgər ixlasla salam versin, imam-ı zaman o salamın cavabını alar. Çünki salam vermək müstəhəbdir, salamın cavabını almaq vacibdir. Hüseynlə əlaqəmizi kəsməyək, nəinki 10 gündə, 10 gündən sonra da ömrümüzün axırına qədər əlaqəmizi Hüseynlə gücləndirək, kəsməyək. İmam Sadiq buyurur, mən əradəllahu bihil xayr, qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarətih. Allah istəsə birinə xeyr verə, lütf eləyə, onun qəlbinə Hüseynin ziyarətini və Hüseynin məhəbbətini atar. Bir vaxt əgər hiss elədin ki, ziyarət havası başına gəlir, istəyirsən Kərbəla ziyarətinə gedəsən, bil ki, Allah sənə istəyir, burada bir xeyr veribdir. Hər vaxt bildin ki, Hüseynlə əlaqən güclü olubdur, məhəbbəti Hüseynə çox olub, bil ki, Allah sənə hardansa böyük bir xeyr vermək istəyir. Hüseynə neçə cür məhəbbət insan özündən göstərə bilər. Birinci məhəbbət budur ki, sizin kimi gəlirsiniz burada oturubsuz, sinə vurursunuz, mərsiyə qulaq asırsınız, Hüseyn məclisində xidmət edirsiniz, ən böyük məhəbbətdir bu. İnsanların Hüseynə olan ən böyük məhəbbəti. İkinci məhəbbət budur ki, ağlamaq məsələsidir. Mən bir dənə sualı burada mətrah edəyəm, tamına cavab verəm. Niyə biz Hüseynə ağlamalıyıq? Hüseyn 2400 il bundan qabaq dünyadan gedibdir. Nə üçün ağlamalıyıq? Bir adam ki, hal-hazırda dünyada yoxdur, biz həmən adama niyə ağlamalıyıq? Bunun fəlsəfəsi nədir? Əslən, Peyğəmbərlərin vaxtında, Həzrəti Əlinin vaxtında, aya, bunlar özləri əza məclisi tutublar ya yox, biz də indi Hüseynə əza məclisi tutaq. Peyğəmbər özü əza məclisi tutub ya yox, Əli əleyhissalam əza məclisi tutub ya yox, Həzrəti Əli məclislərdə, əza məclisində ağlayıb ya yox, xanım Zəhra əza məclisində ağlayıb ya yox.
Həzrəti Peyğəmbər özü əza məclisində ağlayıb ya yox? Niyə biz Hüseyni ağlamalıyıq? Bunun fəlsəfəsi və səbəbi nədir? İnşallah Allah ömür versə, gələn məclislərdə cavabın xidmətçisi çatdırır. Xudaya səni Muhammed və Ali Muhammed Pərverdigara bizi bu dünyadan aparanda Allah Qur'anla, Əhl-i Beytlə, Hüseynlə aparıcının. Amin. Həzrət Hüseyin əleyhissalamın məhəbbətin qəlbimizdə gün-gün artıq elə. Amin. Səni Muhammed və Ali Muhammed, Həzrət Hüseynin bu dünyada ziyarətin, axirətdə şəfaətin hamımızın halına nəsib elə. Amin. Qardaşlar, xanımlar ki, məclisə gələ bilər, hər nə